Şayə olmuşdu ki, bu Hacıq dördürlərinin birinin 3 dənə xanımısı var. Bir Bibə xanım da ki, təqribən sindi salı keçmişdi. Bu da həman dördürə gedəcədi vizitə. Bu növbəsi yetişir, gedir, əyləşir, zəh vurur, gedir səyə. Atdan üstə bu dördürə bir baxır ki, bu dördür belə qəşəng cavandır. Buna deyir, ay bala, başıvac olan. Deyirlər, sənin 3 dənə ayvadın var, hə? Deyir, bəli, xanım, 3 dənə ayvadın. Deyir, ah bala, heyr, maşallah, sənin kimi dördür, nəzir olub 3 dənə ayvadın. Deyir, valla, xanımlarımın biri, nənəm deyir ki, mən bunu, bacım qızıdır, və o vaxtlar ki, bu mütəvəllid olub, səndə varıdır, mən bunu adaqlamışam sənə. Bunu almasan, sütünü sənə halal eləmələm. Onu nənəmə görə aldım. Ondan sonra dədəm başladı ki, bu da mənim qardaşım qızıdır. Mən də bu anadan olanda adaqlamışam sənə, gərək bunu alasan. O da dədəmə görə aldı. Amma üçüncü xanım öz istəhlimdir, öz ürəyimə görə, o özümə görə almışam. Bu belə, bala, başı vat ola. İndi ki, sənin ürəyin bu cür möhrübadır, məni də Allahdan ötürür.